sevinçtir ne de ben anlamıram. Başka bir hal verir bu görüntüler. İstəyildiksə bitəməkdə bilir. İndi nə üçündür bəs bu üzüntülər? Qorxuram ki bir də biz görüşməyək. Məktəb yolu ola həsrət küçəsi. Anladım böyüklər niyə ağlayır. Bu imiş uşaqlığın son gecəsi. Dərs adı ilə ona zəng eyləmişəm. Həyəcanla o qədər tərləmişəm. Mən onun eşqi ilə məndəliyim. Cədvəlim bircə bir əzbərləmişəm. Salam, hörmətli və dəyərli müəllimlər. Hər biriniz məktəbimizin son zəng tədbirinə xoş gəlmişsiniz. Bugün 13 iyun minlərlə şagirdin orta məktəbə əlvida deyib yeni həyata doğru yol aldığı son zəng günü. Bir gözəl nəğmədə deyildiyi kimi, hər anı bir ömrə bərabər sehirli günləri bugün son zəngin sədaları altında bitəcək. Bitəcək ki, yeni həyata qapılar açılsın. Müstəqil həyatın astanasında duran məzunlar bu dəqiqələrdə içəridə son zəngin həyəcanını yaşayırlar. Gəlin birlikdə bugünün səbəbkarları olan məzunlarımızı sizlərin alqışları ilə bura dəvət edək. Əziz məzunlar, buyurun. Yıqsa, bunu vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığından keçən qazilərimizə, övladlarından keçən şəhid atalarına, şəhid analarına, şəhid övladlarına, şəhid xanımlarına borcluyuq. Onların qarşısında hörmətlə baş əyirik. Gəlin şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Hər an xatırlana biləcək günlərdən biri də son zəng günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məhz məktəb illərində olur.
Son zəng həyata salam, məktəbə vida deyir. Son zəng bizi səsləyir, bizə əlvida deyir. Ah necə kövrəlmişik bu ayrılıq çağında. Yaşa dolduq 11 il məktəbin qucağında. Məktəb həyatı bitəndə məhz həyat məktəbi başlayır. Əziz məzunlar, sizin həyatınızda yeni bir mərhələnin xəbərdarlıq siqnalıdır son zəng. Yeni məsuliyyətlər, yeni hədəflər gözləyir sizi. Siz müəllimlərinizin həmişə qayğınıza qaldığı, bir səhv etdikdə sadəcə sizi öyrətməyə çalışdığı dönəmi geridə qoyursunuz. Artıq hər bir səhviniz üçün sizi həyat tənbihləyəcək, müəllimlər yox. Əziz məzunlar, sizləri bu gözəl günümüzdə təbrik etmək üçün sözü verək məktəbimizin direktoru Nuridə Xəlilovaya, müavinlər Ağamir Əliyev və Eşad İsmailov, buyurun. Əziz məzunlar, hörmətli qonaqlar, icazə verin məktəbimizi bitirəcək məzunları, onların timsalında bu sevinci bölüşmək üçün tədbirdə iştirak edən qonaqlarımızı, məktəbimizin bütün şagird müəllim kollektivini bu Sönzan günü münasibəti ilə təbrik edeyim. Bugün məktəbimizin həyatında qeyri-adi günlərdən biridir. Bugünün qeyri-adiliyi ondadır ki, məktəbimizi bitirəcək 32 məzunumuz həyata vəsiqə alıb öz arzularının arxasınca yollanacaqlar. Şübhəsiz ki, məzunlarımızın bir qismi ali və orta ixtisas təhsili məktəblərində öz təhsillərini davam etdirəcəklər. Bir qismi isə istehsalata, əmək təcrübəsinə atılacaqlar. Bunların hər biri gözəldir. Atalar gözəl deyir. Niyyətin hara, mənzilin ora. Əsas məsələ ondan ibarətdir ki, harada oxumağınızdan, işləməyinizdən asılı olmayaraq sizə dərs deyən müəllimlərin etimadını doğrultmağa, doğma məktəbimizin adını uca tutmağa, ən başlıcası isə müstəqil Azərbaycanımızın layiqli vətəndaşları olmağa çalışmalısınız. Əziz məzunlar, həyatın yolları enişli yoxuşludur. Bu yolda inamlı addımlar atmaq hər kəsin öz bacarığından, səyindən asılıdır. Çalış, öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara. Mən sizə bir daha təhsil uğurları, insan həyatının ən gözəl meyarı olan can sağlığı arzulayıram. Sağ olun. Əziz məzunlar, mən də təbriklərə qoşuluram. Bu günləri Azərbaycan Respublikasında ən xoş əlamətlər günlərdən biridir. Belə ki, təxminən 120 minə yaxın 11-ci sinif şagirdi orta ümumi təhsil məktəblərindən məzun olur. Xoşbəxt uşaqlardılar. O uşaqlardan bir qismi də sizsiniz. Müstəqil Azərbaycanın müstəqil vətəndaşı olursunuz bu gündən etibarən. Bu günləri yalnız və yalnız sizə xoş niyyətlər arzu eləmək olar. Mənim də arzularım ondan ibarətdir ki, istəyirəm həyatda istədiyiniz yerə nail olasınız. Heç bir çətinlikdən qorxmayasınız, bütün çətinliklərə sinə gələsiniz. Necə ki, bu 11 il ərzində tədris prosesində əllərinizdən gələni etdiniz və bunun müqabilində bütün müəllimlər sizin zəhmətinizi çəkdirdilər. Öz bilik və bacarıqlarını sizdən əsirgəmədilər və siz də bu həyatda öz müəllimlərinizi unutmayasınız. Sizə həyata vəsiqə verdikləri xoş məsləhətlərini heç vaxt yadınızdan çıxartmayasınız. Bir daha sizi bugünkü gün münasibətindən təbrik edirəm. Həyatda yalnız arzularınıza çatmağı bir daha arzulayıram. Sağ olun. Təbrik edirəm. İnşallah layiqli vətəndaş olarsınız. Qayıt uşaqlığım, qayıt bir anlıq. İtən günlərimi tapmaq istərəm. Qayıt uşaqlığım, qayıt bir anlıq. Yeriyib yıxılıb qaçmaq istərəm. Səhərlər çiynimdə məktəb çantası, sinif otağını açmaq istərəm. Qayıt uşaqlığım, qayıt bir anlıq. Mən səni bağrıma basmaq istərəm. Nənəmin saxlancı alaçatıyla
ağacdan yellənçək asmaq istərəm. Qayıt uşaqlığım, qayıt bir anlıq. Sən niyə tez keçdin, bilmək istərəm. Həyat şirin imiş, mən bu dünyaya yenidən doğulub gəlmək istərəm. Müəllim gözə çıraq, dilimizə bəzəkdir. Elimdən verən soraq, kitabları özəkdir. İndi isə söz verilir 5A sinif şagirdi Hüseynli Uğur'a. Körpə könüllərdə məşəl yandıran, hələ yazılmamış, hələ qırışsız, tamar beyinləri cilalandıran. Müəllim, tez durub gec yatanımsan, bu günümü, sabahımı yaradanımsan. Mən bir toxum idim, sabahım sirdir. Mənə şəkil verənim, rəng verənimsən. Məni bu dünyaya anam gətirdi, sənsə bitirənim, yetirənimsən. Müəllim, düşüncə göllərimizi əqli ilə suvaran bir bağban oldu. İndirdi yerlərə atamız bizi, müəllim göylərə qaldıran oldu. Xəyala qol qanat, gözə nur verdi. Müəllim, biz sənə borcluyuq ancaq Əmir Teymura da şərəf gətirdi, ayağının altında əbədi yatmaq. Şagirdin sayıdır, dövlətin varın, bilməz bu qazancı, bilməz hər maşı. Sinifdən sinifə addımlayanların yaşında yaşayır müəllim yaşı. Əgər elmə güvəndinsə, cənnətin qapısı üzünə açılacaqdır. Elmə güvəndinsə, cənnətin qapısı üzünə açılacaqdır. Məktəbin, elmə güvəndinsə, məktəbin qapısı üzünə açılacaqdır. Dayan ey heykəltaraş, bu mərmər, bu gil. Onun müəllimi düşün, sonra alış yan. Onun heykəlini mərmərdən deyil, yarat özü kimi, nurdan, işıqdan. Onun heykəlini mərmərdən deyil, yarat özü kimi, nurdan, işıqdan. Riban, bir anamızsan, ruhu doğma olan ən gözəl insan. Müəllim, müəllim, əziz müəllim. Burada məzunlarımızın ilk sinif müəllimləri iştirak edirlər. Dünya müəllimə, Nailə müəllimə, Sevinç müəllimə. Yəqin ki, sizlərin də 11-cilərə sözləriniz vardır. Buyurun. Günüdür. Daha həyatınızda daha gözəl günlər sizi gözləyir. Arzu edirəm ki, gələcək həyatınızda üzünüz daim gülsün, xoşbəxtlik, sağlamlıq daim sizinlə olsun. Bu gün münasibəti ilə bir daha hamınızı təbrik edirəm. Gələcək həyatınızda uğurlar arzulayıram. Sağ olun. Hörmətli müəllimlər, əziz məzunlar, mən də sizi müstəqil həyata qədəm qoymağınız münasibəti ilə ürəkdən təbrik edirəm. Yolunuz açıq olsun, uğurlarınız bol olsun. Həmişə gözəl sədalarınızı eşidək, sevinək. Öpürəm sizi. İlk hərfləri bir yerdə yazdıq. İlk cümlələri bir yerlikdə qurduq. İndi isə sizin ən gözəl dastanını yazmağa gedirsiniz. Mənim ibtidai sinifdə bağrıma bastığım əziz şagirdlər. Bizim bu yeni mərhələsində sizə uğurlar arzulayıram. Hər zaman zirvələrdə olun. Məzun gününüz mübarək. Hər birinizi səmimi. Hörmətli qonaqlar, burada məzunlarımızın hal-hazırki sinif rəhbərləri də iştirak edirlər. Hüsniyə müəllimə, Əvəz müəllim və Akif müəllim. Onların da təbriklərini dinləyək. Salam hörmətli valideynlər, əziz müəllimlər və məzunlar. Bugün mənim üçün danışmaq daha kövrəkdir. Çünki illərdir sizlərlə birlikdə bu məktəb yollarını həm bəzən savaşaraq, bəzən isə mehriban olaraq davam eləmişdik biz. Mənim sizə verdiyim bəzi məsləhətlər, bəzi danlaqlar inanın ki, bilin sizin gələcəyiniz üçün idi ki, gələcəkdə ölkəmizə dəyərli bir vətəndaş kimi yetişəsiniz. Yəqin ki, illər sonra bunları daha gözəl başa düşəcəksiniz. Bugün mənim sizə deyəcəyim bir kəlmə sözüm var ki, önünüzdə başlayacaq yeni bir həyat, gənclik həyatında sizlərə uğurlar arzulayıram.
Ümid edirəm ki, hər zaman sizin xoş xəbərlərinizi eşidəcəm. Məzun gününüz mübarək olsun. Əziz qonaqlar, hörmətli müəllimlər, bizim dəyərli məzunlarımız. Hər birinizi belə mötəbər gündə görməkdən çox şadam. Hər birinizi salamlayıram. Bizim əziz məzunlarımız bir zamanlar şagird dediyimiz 7 il ərzində 11 aya sinif rəhbərliyi və 6 il ərzində hər iki sinifə coğrafiya fənnini tədris etmişəm. Bu illər ərzində siz bir çox məlumatları öyrəndiniz, bir çox bacarıqlara yiyələndiniz. İndi əvvəlkinə nisbətən daha bacarıqlı, daha inkişaf etmiş və özünə güvənli bir gənclərsiniz. Sizə gələcək həyatınızda uğurlar, başarılar diləyirəm. Sizə tövsiyələrim kifayət qədər çoxdur. Zamanın məhdud olduğunu nəzərə alıb, onları qısa formada çatdırmaq istəyirəm ki, həyatda rastlaşdığınız çətinliklər sizə qətiyyən mane olmasın, sizi motivasiyadan salmasın. Uğur qazandığınız zaman qətiyyən təkəbbürlü olmayın, uğurlarınızın ardı arası kəsilməsin, bu yolda, bu istiqamətdə davamlı addımlar atın. Çalışdığınız peşədə, tutduğunuz işdə hər zaman ədalətli olun, humanist olun, mərhəmətli olun və mən sizə arzu edirəm ki, bu prinsiplərlə bir ömür boyu yaşayın. Bunu özünüzün həyat məqsədinizə çevirin. Ən önəmli məsələlərdən biri budur. Mən sizə parlaq gələcək, uğurlu karyera yolu arzulayıram və halal zəhmətlə ərsəyə gələn karyera yolu arzulayıram. Çünki halal zəhmətlə ərsəyə gələn hər iş bütün zəhmətlərin bəhrəsi